Qəza, yanğın və digər təbii fəlakətlər zamanı ilk yada düşən xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları və onların sadiq dostları olan itlərdir. Sözü gedən canlıları digər həmcinslərindən fərqləndirən isə sahib olduqları bacarıqlarıdır. Bu isə o qədər də asan olmayan, zaman həm də xeyli əmək tələb edən bir prosesdir. Qeyd edək ki, axtarış zamanı xidməti itlərdən 5 istiqamətdə istifadə olunur. Onlardan biri insan axtarışı, ikincisi cəsəd axtarışı, üçüncüsü partlayıcı təhlükəli maddələrin axtarışı, mühafizə itləri və minalardan təmizləmə itləri. İnsan axtarışı öz-özlüyündə 2 istiqamətə bölünür. Burada axtarış ərazisi, təbii mühit və şəhər tipli dəmir-beton konstruksiya tikililərdə olur. Cəsəd axtarışı da həmçinin eyni qaydada Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin kinoloji taboru 2007-ci ildən fəaliyyət göstərir. Burada ilkin mərhələdə xidməti itlərə sosiallaşma öyrədilir. Daha sonra itaət komandaları tədris olunur. Bu mərhələ tamamlandıqdan sonra isə itlər xüsusi təlimlərə cəlb edilir. Bu dörd ayaqlılardan ən çox zəlzələ zamanı uçqun altında qalan insanların axtarışları üçün istifadə olunur. Bəzən xilasetmə prosesi bir neçə saat davam edir. Bu zaman it vasitəsilə köməksiz vəziyyətdə qalan insanlara su, dərman və ya ilkin tibbi yardım ləvazimatları çatdırılır. Sözü gedən kinoloji tabor 2022-ci ildə Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələdə xilasetmə işlərində yaxından iştirak edib. Qardaş Türkiyədə baş vermiş fövqəladə halların nəticələri aradan qaldırılması zamanı Fövqəladə Hallar Nazirliyinin kinoloji taboru, xüsusi xilasetmə xidmətinin kinoloji taborundan 8 baş it, 8 nəfərdən ibarət heyət cəlb edilmişdir. Onlar tətbiqi nəticəsində dağıntı altında sağ insanların yerini aşkar etmişdir və xilasedicilərimiz tərəfindən onlarla insan dağıntılar altından sağ çıxarılmışdır. Bu heyvanlara kinoloqlar tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Gündəlik olaraq baytarlar tərəfindən itlər tibbi müayinədən keçirilir. Hər hansı bir xəstəlik aşkarlanarsa, onlara vaksinlər vurulur. Asəf Zeynallı, Emin Tağıyev, Səbuy Sadiq, Telesər.